dilində feil söz bazanızın olmağı sizin səlis danışmağınızda çox böyük rol oynayır. Lakin bir çox insan feilləri düzgün necə öyrənmək lazımdır bilmir. Gəlin mən sizə indi bu haqda ətraflı məlumat verim. Rus dilində Azərbaycan dilindən fərqli olaraq bir feilin iki zaman məstər forması var. Bir çoxunuzun da bildiyi несовершенный vid. Lakin mən daha çox ona indiki zaman məstər forması və gələcək zaman məstər formasını deməyi daha üstün tuturam. Məsələn, опаздывать и опоздать. Bu feillərin fərqini bilirsiniz. Hər ikisi də gecikmək deməkdir. Lakin опаздывать indiki zamanda gecikmək, опоздать isə gələcək zamanda gecikmək. Və ən önəmlisi, siz bu feillərin məstər formalarını bildiyiniz zaman rahat feilləri həm indiki, həm gələcək, həm keçmiş zamanda istifadə edə biləcəksiniz. Danışıqda ən çox istifadə olunan feillərin məstər formalarını mən bir fayla yerləşdirmişəm. Və əlavə olaraq ən çox istifadə olunan 500 söz, dialoqlar və söz önlüklərini də bu fayla yerləşdirmişəm. Əldə etmək istəyən ilk 100 nəfər üçün simvolik qiymətimiz cəmi 10 azayındır. Əldə etmək istəyən tələbələr şərh bölməsinə fayl yazsınlar.